dostlar, indi yenə bir video ilə qarşınızdayım. İndi Netflix-ə nətər baxacaqsınız, onu öyrədəcəm. Onun üçün internetdə gedəcəm. Onun üçün birinci şəkildə mən burada var da, baxın. Bax burada. İstəyənlər həm yükləsin, həm də qısa yol falan filan eləyə bilərsiniz. Birinci şəkildə telefonunuzu təmizləyib başlayırsınız. Chroma girin. Belədir, mən də. Emojiləri dəyişmişim. Və bunları edərkən keçən dəfəki sizə göstərdiyim qələmlə eləyirəm. Marker idi də. Pis bir də qələm idi. Buraya yazırsınız. Netflix yox. Zetflix. Bax, Zetflix yazırsınız .org. Bax, burada yazasınız. Ya APK ya da download. Mən APK yükləmişəm. Kim istəyirsə APK yükləyə bilər. APK yazsaz çıxmaz. Ondan yana indiri də yazmalısınız. Download da yaza bilərsiniz. Mən indir yazırım. Netflix yazırım. Bunu yazdıktan sonra basırıq. Yenə eyni şey yazdı. Belə yazırsınız. Telefonum çox güclüydü. APK indir. Arada bir tapamıram o siteni. .com tümü. Siz indi zetflix.com APK indir yazasınız bunu. Gəlirsiniz aşağı. İstədiyiniz sitəyə girə bilərsiniz, amma mən ən birinci olana basıram. Zetflix.app. Burada Play Store app işarəsi olacaq. Ona basırsınız. Basan kimi elə Play Store'da yox. Google Chrome'un özündə gəlir. Yüklənir. İndi məndə yüklüdür. Ondan yana siz endirib qura bilərsiniz. Və sizə bir daha da şey deyə bilərəm ki, hanı Zetflix'im mənim. Zetflix'ə girən kimi elə bilməyin ki, Netflix'dəki kimi baxasınız. Filmlərə baxa biləsiniz. Amma rusdur. Nə olur olsun rusdur. Məsələn, burada yazıram. Nə yaza bilərəm film? Məsələn də, ağlınıza gələn bir də filmi yazırsınız. Məsələn, elə belə yazdım da. Burada nəsə var imiş, yazdım. Məsələn, yazırsınız, baxırsınız. Yazırsınız, baxırsınız. Belə. Bugünkü şərtim isə bu qədər. Sağ olun. Sizə yararlı oldusa bəyənib takip atmağı unutmayın. Sağ olun, var olun.